videonun altına rəy yazan və ən çox bəyəni yığan bir izləyicimizi aparacağım deməli hər hansı məkanlardan birinə. Orada ürəyi istədiyi, deyək ki, məzəsi olsun, içkisi olsun, yeməyi olsun, sifariş verə bilər. Özü limitsiz, ürəyi nə istəyir götürsün, amma bir nəfər olacaq və tək gələ bilər və mütləq qeyd edim ki, həmin şəxsə çəkilişə icazə verməlidir, yəni üzü düşməyə icazə verməlidir ki, oradan da kadrları çəkək, sizinlə bölüşək. Rəylərinizi videonun altında gözləyirəm. İndi isə başlayaq videomuza getdik. Bugünkü vloqumuz tantuni ilə bağlıdır. Bakının məşhur 6-7 tantuni restoranına gedib, qiymət dəyərləndirməsi eləyib sizlərlə bölüşəcəm. Çalışdığım qədər daha çox tantuni restoranına gedəcəm. Hal-hazırda Xətayda yerləşən Şef Tantuni restorandayıq. Gedək görək tantuniləri necədir, sifariş verək, görək neçə dəqiqə hazırlayırlar, dadı necədir, getdik. Sifarişimiz gəldi, sifariş ardasa 3 dəqiqəyə gəldi. Belə bir tantunidir. Dadına baxaq, mən biber çox xoşduram, ona görə mütləq biber götürməyə lazımdır. Biberimizi bol eləyək. Tantuni biberlə yeməyi çox sevirəm. Çox dadlı olur biberlə. Limon sıxırıq. Şef Tantuninin 3 dənə filialı var. Əhmədli, Qarayev və Xətayda yerləşə bilər. Biz hal-hazırda Xətayda yerləşə filialındayıq. Hava olaraq çörək də sifariş vermişik. Çörək belədir. Ölçü olaraq göstərim. Amma hər yerdə biz lavaş sifariş verib əsas lavaşın dadını müqayisə edəcəyik. Həmçinin burada belə özlərinin hazırladığı köpüşlü ayran var ki, bu ayranı mən çox sevirəm. Bunun düzdür, biraz köpüyü yoxdur, yəqin ki qoymayıblar, amma köpüyü olmalıdır orada. Ayranlarım, mən buradan tez-tez sifariş verənəm, ayranlarım məncə daha da yaxşı ola bilərdi. Biraz çox suludur, qatı olsa daha yaxşı olardı. Deməli, bu məkan Google Map üzərindən aldığı reyting 3.9-dur. Rəyləri oxuyuram, qiymətlə bağlı şikayət edilir, amma mənə elə gəlir aşağı-yuxarı tantunilərin qiymətləri digər məkanlarda da eynidir. İndi qiymətlərini qeyd eləyəcək, siz özünüzlə müqayisə eləyərsiniz. Burada tantuninin qiyməti 4 manat 60 qəpikdir. Porsiyon normal ölçüdə idi, lavaşda yedik, amma yenə də bir lavaşla doymaq mümkün deyil, gələk ikisini yeyəsən azı. Həmçinin rəylərdə də var ki, içəridə milçəklər falan tutuşur, amma elə bir şey yoxdur, yəni milçək tutuşmur. Düzdür, indi qış ayı gəlmişik, bəlkə də yayda ola bilər, amma hal-hazırda mənim gözümə hər hansısa bir milçək və ya çirkli bir şey dəymir. Hər şey qaydasında da hal-hazırda yəni yenə də yerləri silirlər, səliqəyə salırlar. Tantuni məkanı üçün normal məkandır. Qiymət 4 manat 60 qəpikdir. Keyfiyyət olaraq pis deyildi, yaxşı idi. Mənim verəcəyim qiymət 5 bal üzərindən 4.2 olar. 10 bal üzərindən isə 6.7 verərəm. Biz indi daxil oluruq Google Map-ə, öz rəyimizi veririk. Göstərə bilərik, balımızı veririk, qeydlərimizi yazırıq. Tantuni normal idi, ayran da yaxşı idi, məsləhət görərik. Qidaya 4, tantuni tez gəldiyinə 5, atmosfer də yəni 4 verirəm, bu qədər. Bir dənə də foto əlavə edib fikrimizi burada yekunlaşdırırıq. Ondan sonra keçirik növbəti məkana, getdik. Sizə gəldi ikinci məkanımız Köz Haylusta, tantuni dönərək, Nərmanovda yerləşir. Gedə görə burada tantuni getdik. Sifarişimiz gəldi, yenə də lavaş sifariş verdik. 5 manat 50 qəpik qiymət, ayranın qiyməti 1 manat 50 qəpik. Nərmanovda yerləşən Köz Haylusta tantuni deyil. Yenə də burada acı biberimizi götürürük. Mütləq şəkildə tantuni acı biberlə yemək lazımdır. Və tantuninin acı biberləri həmişə çox yaxşı olur. Mən həmişə istəmişəm bundan alım mağazadan, marketdən, tapa bilməmişəm. Tapdıqlarımda bəyənməmişəm. Amma bu tantunilərin hardan alırsa biberləri çox yaxşı olur. Yerin bilən varsa yazsın. Sizə göstərim yaxından. Qəşəng acıdır. Bu arada burada vurulan soğan ağ soğandır. Birinci getdiyimiz məkanda vurulan soğan qırmızı soğan idi. Yaxından da göstərim. Buranın biberi çox acıdır. Samsun gəlib mən gözləmirəm, dəhşət acıdır, özüm getdim, tez götürdüm. Ağzım yanır. Məncə bir dənə biber idi ki, o çox acı idi, o da mənim bəxtimə düşdü. Tantuni dəhşət çox yağı çıxdı, özünüz də baxa bilərsiniz. Bütün hər tərəf yağı ilə silmişik, bunun içi bütün salfetkadır. Deməli, Google Map üzərindən Nərmanovda yerləşən Köz Haylusta tantuni yoxdur. Yəni, nə qədər axtardıq, tapa bilmədik, amma Boltda, taksidə falan çıxır. Ona görə 28-də yerləşən tantuni üzərində rəylərə baxırıq və qiymətlərə baxıb biz öz qiymətimizi verəcəyik. 28-də yerləşən tantuni Köz dönərə verilən qiymət 291 rəy üzərindən verilən reyting 4-dür. Bizim isə bura üçün verəcəyimiz qiymət 10 bal üzərindən 6.5, 5 bal üzərindən isə 3.5 deyərdik. Biz indi öz rəyimizi yazırıq, xalımızı veririk. Ondan sonra isə gedirik növbəti məkana. 4 ulduz verəcəm. Qida 3, xidmət 4, atmosfer 4 və rəy bölməsində. Tövsiyə eləyərəm yoxsa yox? Gələ bilərsiniz, pulunuz varsa gələ bilərsiniz, amma bilmirəm, səs eşidirsinizsə yoxsa yox. İşçi heyəti biraz yüksək səslə danışır. Bu biraz düşünürəm ki, əyləşənləri narahat eləyər. Onu düzəltsələr lap gözəl olar. Hələ də danışır yüksək səslə və işlə bağlı danışmır. Rəyimizi bildirdik. İndi isə keçirik növbəti məkana. Üçüncü məkanımız Atatürk Parkı ilə üzbəüz yerləşən Yelabankın yanında olan Köz Tantuni Ekspresə gəldik. Gedə görə burada tantuni necə verilir, getdik. Olduğu kimi yenə işramımız da var, sağ olsun. Hava soyuq idi, yerinə düşdü istiçaq. Tantunimiz gəldi, göstərim bir dənə. Dadına baxaq, görək dadı necədir. Biberimizi götürüb, bu səfər yəqin çox acı olmaz.
Dadına baxdım, şef tantundəki burada da qırmızı soğanı pis deyil, amma əti biraz da çox pişsək daha yaxşı olardı. Məkan balaca bir yerdə, hardasa 20 kvadratlıq bir yerdir. Digər tantun yerləri kimi 8-9 dənə masaları var. Yəni rahat əyləşib yeməyinizi yeyə bilərsiniz. Qiymət lavaşda 4 manat 50 qəpik, ayran 1 manat 50 qəpik, 5 bal üzərindən 3.5, 10 bal üzərindən isə 6. Google-da verilən rəylər necədir? Express tantuni 3 rəy üzərindən reyting cədvəlində 5-dir, göstərim sizə. Yəni bunun 5 olmasının səbəbi 3 rəyin olmasıdır. Rəylər sözsüz ki, çox olanda qiymətlər də aşağı düşə bilər və yaxud da yuxarı qalxa bilər, dəyişə bilər. Düzdür, burada maksimum 5-dir. Rəylərə baxaq görək nədir rəylər. Gəncə ərazisinin ən dadlı dönər və tantunisi, bomba tantunləri var. Düşünürəm o qədər də bomba deyil, amma yaxşıdır, yeməyi olar. Sadəcə ətini biraz da yaxşı bişirsəydilər çox yaxşı olardı. Biz də öz rəyimizi verək, şəkli Google-da paylaşaq. Keçək növbəti məkana. Köz Tantuni Express-dən çıxdıq. Verdiyim bal 3.5 oldu. Nəyə görə? Xidmət yaxşı idi, personallar güləriz idi. Təmizlik çox yaxşı idi. Sadəcə ət yaxşı bişməlidir. O da çox təəssüf ki, az bişirmişlər, amma tantun lavaşı yaxşı idi. Yəni nə yumşaq idi, nə elastik. Yağlı bir baldı çox idi. Onun cəhsizlər daha yaxşı olar. Tantuni digər məkanlarda olduğu kimi burada da 2 dəqiqə gəldi. Çox gec gəlmədi. Belə fikirlərim bu qədər. Keçək 4-cü məkanımıza getdik. 4-cü məkan olan Ceyhun bəy Hacıbəyli küçəsində yerləşən öz tantuniyə gəldik. Gedə görə burada tantuni necə verilir, getdik. Sifarişimizi verdiyim vaxtı qoşaq. Görən istəyək hazırlayacaqlar. 2 zaldan ibarətdir. Bu zal daha səssizdir və səliqəlidir. İstəsəz digər zalda da əyləşə bilərsiniz. Menyuları belədir. Çift lavaşlı tantuni 5.20, ət tantuni 4.80, pendirli tantuni 5.40, double tantuni 6.80, köpüklü ayran 1 manat 50 qəpik. Digər məkanlarda da qapalı ayran 1.50 idi. Burada 1 manatdır. O fərq də var. Amma məncə bu daha yaxşıdır. Həm iridir, həm də köpüklü ayrandır. 1 manat 50 qəpik qapalı ayrana verməkdənsə açıq ayrana, köpüklü ayrana vermək daha yaxşıdır. 7 dəqiqədir gözləyirik, sifarişi hələ də gəlməyib. Çox sağ olun. İçəridə müştərilərin çox olduğunu nəzərə alsaq, məncə normalda digər məkanlarda 2-3 dəqiqə arası gəlirdi. Amma həmin məkanlarda gedəndə yalnız biz olurduq, başqa yetişim olmurdu. Burada hal-hazırda 4 nəfər burada əyləşir. Bizdən əvvəl də 2 nəfər əyləşmişdi. Digər zalda da əyləşənlər var. Buna görə tantunilər necədir? Belə bir tantundur. Yenə götürüb hazırlayarımızı. Tantunundan da baxırıq. Limon sıxırıq, qəşəng. Ayran qəşəng, düzdür. İç qutarmır. Burada bir yarım litr ayran var. Yağını da göstərə bilərəm, yəni elə çox yağ yoxdur. Gələnə daha çox yağ var. Demək, Google Map-də 27 rəy üzərindən verilən 5 bal üzərindən reyting cədvəli 3.3-dür. Rəylərin hamısına baxıram, hamı dönəri pisləyir. Dönərin sizin ətinin az olmağı ilə bağlı, çatdırılmada yaxşı eləməməklə bağlı, yəni tantunla bağlı hər hansı bir rəy yox. Fikirlərimi tantun üzərindən bildirəcəm, dönər üzərindən bildirməyəcəm. Təbii ki, menyuda təkcə dönər yox, başqa çeşidlər də var. Tantuniyə verəcəyim qiymət 5 bal üzərindən 4 olur. Xidmət yaxşıdır, atmosfer yaxşıdır, amma tantuniləri də pis deyil, yaxşıdır. 5 ballıq deyildi. Qiymət olaraq içində olan əti yaxşıdır, çox az deyildi. Şəkillərdə baxıram, az olduğundan da şikayət edən var, amma az deyildi. Yəni kifayət qədər içində belə deyim, ət var idi. Əti yaxşı bişmişdi, lavaşı yaxşı idi, yaxşı bişmiş. Bərk idi, nə çox elastik idi, nə yumşaq idi. Yəni lavaşını da bəyəndim. Pis deyildi, yaxşı idi. Amma 5 bal yox, 4 bal verirəm. Və bu arada restoran rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizdən hər hansı bir ödəniş almadılar. Çalışacağıq ki, ödənişimizi eləyək. Jest bizim fikirlərimizə heç bir halda təsir eləmir. Biz yenə də öz real fikirlərimizi bildirdik. Biz yenə də indi Google xərit üzərindən balımızı verib, şəklimizi atıb, rəyimizi yazıb gedəcəyik növbəti məkana. Gördüyünüz kimi burada baxa bilərsiniz. 4 ulduzumuzu verdik. Qida 4, xidmət 5, atmosfer 5. Göstərim bu şəkildə. Altda da rəyimizi yazıb, şəkli paylaşıb keçəcəyik növbəti məkana. İzləmədə qalın. Porsiyonu çox atmışsınız da. Çünki mən baxırdım rəylərdə dönərlə bağlı şikayətlər var idi. Ona yəqin ki, bir müddət porsiyonu az olmuşdu. Həmin ərəfədəki olan şikayətlərdir. Düzü çox adam şikayəti yazır, yaxşı şeylər yazmır. Bu da reallıqdır. Amma biz tantuni sifariş edirik, tantuni bəyəndik, yaxşı idi. Bundan əvvəl də bir neçə məkanı yoxlamışdıq. Xoşumuza gəldi. Çox sağ olun, minnətdarım. Bizim hesabı da amma zəhmət olmasa deyəsiz versinlər. Biz verəcəyik yenə. Yaxşı, sağ ol, çox sağ ol. Hesabımızı gətirmirlər. Amma biz yenə də çıxanda bir kassaya tərəf gedib ödənişimizi eləyəcəyik. 10 bal üzərindən də 7 bal verərəm. Ada ayranları yaxşı, çox iri idi. Yarım litr burada ayran var. Dadı da yaxşı idi. Rəyimizi paylaşdıq. 31 xalq buradan yığdıq. Keçirik növbəti məkana. Bizim hesab nə qədər? Elə mi nə belədir? Biz hesabımızı verək gedək. Yox, çatırmadım, sağ olun. Xoş olsun.
Sağ ol, çox sağ ol, minnətdaram. Sağ ol, yorulmayasın qardaş, sağ ol. Sağ olsunlar, çiğ köftə də vermişlər. Ona paket elədik, aparırıq. Çünki yemək yerimiz yoxdur. Bu arada bir şey vurğulayım ki, siz Mersinə öz tantuniyə gəlsəz, ikinci zalda əyləşin. Çünki birinci zalda mətbəxin qoxusu falan, yəni orada əyləşə bilməyəcəksiniz. İkinci zal daha belə deyim, fərahdır, iyisizdir, qoxusuzdur. Orada əyləşsəz daha yaxşı olar. Sifarişləri çox idi. Digər məkanlara baxanda burada sifarişlərin çox olduğunu gördüm. Ən çox da çatdırılma ilə bağlı sifarişləri çoxdur. Bolt və Boltda deyək, sifarişlər daha çox olur. Amma məkanın özündə də biz əyləşdiyimiz müddətdə də 2 nəfər bir idi, 4 nəfər bir idi və biz 2 nəfər əyləşmişdik. Hardasa 1 saat ərzində. Müştəri varsa demək ki, məhsulları da pis deyil, yaxşıdır, məsləhət görərəm. Keçirin növbəti məkana. Sayca 5-ci məkanımız olan Babat Tantuniyə gəldik. Gedə görə adı kimi tantunilərdir, Babatdır yoxsa Babat deyil. Getdik. Gəldik Babat Tantunidə əyləşdik, amma içəridən bir dənə qoxu gəlir. Bilmirəm, üzərlik salpa, üzərliyin qoxusu, nəyin qoxusunun gəlsin soruşacağam. Sifarişimizi verdi, vaxtı yenəmişək kimi qoşmuşuq. Gələ burada tantuni istəyə gələcək. İçəridə bir dənə masa var idi. Bazar günü gəlmişik, saat 6-dır. Düşünürəm ki, 2-3 dəqiqə maksimum sifarişimiz gəlməlidir. Qiymətlərə baxaq görək, menuları belədir. Saxlayıb orada siz baxa bilərsiniz. Tantuni, lavaşda, çörəkdə 4 manat 50 qəpik. Kombo menuları da var. Ayranda 1 manat. Digər məkanlarda 1 manat 50 qəpik idi. Mersində 1 manat idi. Burada da 1 manatdır. Görək tantunilər necədir. Sağ. Qoydu qaçdı. Özünüz gördünüz də, mən nə deyim. Təqəş küsüb məndə elədi. Dönəri qoydu, baxmadı, çıxmadı. Qoyan kimi çıxdı getdi. Bilməm, xətm eləmişəm, eləmişəm. Tantunimiz gəldi. Ayran deməmişdik. Qorxuram mən oğlana ayran deməyə. Ayranımızı özümüz getdik. İndi zarafat edirəm. Yəqin ki, biraz fikirli olubdur. Məkan fərahdır bu arada, həqiqətən kadrlarda da göstər. Ən azından interyerə biraz özənlə yanaşıblar. Digər məkanlarda açısı bu qədər interyer yaxşı deyildi. Təbii ki, getdiyim məkanların fərqli filialları var. Digər filiallarda ola bilər ki, yaxşıdır. Ona bir şey deyəmərəm. Belə göndərdilər. Göstərim sizə də yaxından. Görə dadı necədir? Tantuni belədir. Yenə də həmişəki kimi acı biberimizi götürürük, acı bibersiz olmaz. Burada acı biberlər, bu acı biberlər hardan alırlar? Mənə çox maraqlıdır. Yazın gedim alım. Acı biber görünür çox maraqlıdır ki, ağzım sulanır, bilmirəm nəyə görə. Burada uje lavaş biraz yumuşaqdır, hiss olunur, görürsünüz. Hətta buradan artıq cırılıbdır biraz. Burada da soğan, qırmızı soğandır. Bir dənə mən Köz Halil Ustada soğanı, ağ soğan gördüm. Məsələ oldu ki, zəhərlənsəm, necə ki, hansı tantunidən zəhərlənmişəm, amma ondan qorxuram. Bir fikir bildirim. Baxın, pomidorları göstərmək istəyirəm. Pomidorun rəngini görürsünüz də. Rəngindən necə oldu bilinirdi artıq. İçi də belədir. Əgər məkanın adını hər hansısa bir yeməyin, hər hansısa satacağınız bir məhsulun adından götürüb qoyursunuzsa, həmin məhsul mənim fikrimcə beşlik bir şey olmalıdır, ideal bir şey olmalıdır. Yəni məkanın adı Babat Tantunidirsə, sizin tantunilərinizdə düşürəm ki, məkanın tantunisilə ki, Babat olmalıdır. Yəni yaxşı olmalıdır. Yəni pis istəmirəm, pis deyil, amma yəni sən adını görən şəxs düşünür ki, artıq avtomatik olaraq buradakı tantuni digərlərindəki tantunidən qat-qat yaxşı olmalıdır, Babat olmalıdır. Amma o təəssüratı təəssüf ki, bağışlamır. Yəni gəlmək olar, pis deyil, yemək olar, yeyilməyəcək bir vəziyyətdə deyil. Amma adına görə ki, çox zəifdir, daha da yaxşı eləyə bilərlər. Pomidoru göstərdim sizə nə rəngdə idi. Əti bərk idi, çox yaxşı bişməmişdi. Lavaşı çox islanmışdı, artıq dağılırdı, onu da göstərdim sizə. Kadrlarda zaten görsənirdi. Ona görə daha da yaxşı eləyə bilərdilər. Rəylərə baxıram, burada Hatay dönərini falan tərifləyirlər, amma biz tantuni müqayisə elədiyimiz üçün mən tantuni ilə bağlı fikirlərimi bildirəcəm. Öz balımı verin, daha sonra keçib Google Map üzərindən verilən ballara baxacağıq, yoxlayacağıq, müqayisə edəcəyik. Mənim verdiyim bal 10 üzərindən 6, 5 bal üzərindən isə 3-dür. Google Map-də 12 rəy üzərindən verilən bal 4.4-dür. Bizim balımız isə 3-dür. 3 veririk, qidaya veririk 3, xidmətə veririk 4, atmosferə veririk isə 5. Burada qiymət balımızı verib keçirik. Keçmirik, onu dəqiq bilmirik çünki artıq 5 ayran, 5 tantuni yemişik. Bilmirik 6-cısı yeyə bilərik yoxsa. Amma baxın, ideal bir məkan olsa gedəcəm. Bu arada getdiyim məkanlar arasında 5'lik bir məkan yox idi həqiqətən. Siz əgər bilirsinizsə tantuni ideal verilən bir məkan, fikirlərinizi rəy bölməsində bölüşün. Mütləq şəkildə o məkanları yoxlayacağam və bütün rəylərinizi oxuyuram. Videonu paylaşandan 20 gün sonra rəylərdə ən çox bəyənib gələn bir şəxsi bir məkana aparacağam. Həmin məkanda limitsiz ürəyə nə istəsə sifariş verib yeyə bilər, amma həmin şəxs çəkilişə də icazə verməlidir. Baxacağam rəylərə, əlaqə saxlayacağam. Həm getdiyimiz məkan dönər, tantuni, şarma, burger məkanı olmayacaq. Normal bir məkan olacaq. Orada Avropa mətbəxi, milli mətbəx, içki, zakuska, pivə də ola bilər. Nə istəsə artıq özünə buraxıram, sifariş
sifariş verə bilər. Bu qədər. Sadəcə bizim 6-cı ayranımız, 6-cı tantunimiz və 6-cı məkanımız olan Möhsin Sənani küçəsində yerləşən Tantuni House Baku restoranına gəldik. Gedə görə burada tantuni necə verilir? Səliqəli məkandır, interyeri falan çox yaxşıdır. Məkan özü səliqəlidir. Menyularında yemək çeşidləri də var. Lavaşda tantuni 3 manat 90 qəpik, ayran da yəqin ki 1 manat olar. Və burada toyuqlu tantuni də var, ət tantuni də var. Heç digər məkanlarda soruşmadıq, var yoxsa yox, amma burada var. Xəncər üstü tantuni, toyuqla, toyuqlu yoğurtlu tantuni, maraqlıdır. Pilav üstü tantuni, fərqli tantuni çeşidləri var. Məncə məkanın adı tantunidirsə bu mütləq şəkildə olmalıdır. Yəni çeşidlər çox olmalı, fərqli olmalı və dadı mükəmməl olmalıdır. Qiymət olaraq da çox yaxşıdır. 3 manat 90 qəpikdir tantuni. Sağ olsunlar bizə icazə verdilər. Baxa-baxa qardaş da bizim tantunimizi hazırlayır. Dərəblərəm belə lavaşda. İstifadə elədikləri sirap da premium sirapdır. Məncə yeganə getdiyimiz məkanlardan biridir ki, tantuninin sunumunu bu şəkildə gözəl eləyirlər. Ən azından estetik cəhətdən çox gözəl görsənir. Özümüz uğraşmırıq, satmaqla məşğul olmuruq. Hazır vəziyyətdə belə göndərirlər. Hətta yanlarına turşu xiyarı da verirlər. Orada biberimizi götürmürük çünki biberlər hazır gəlir belə. Bu şəkildə tantunimiz içinə göstərə bilərəm görsənliyə qədər. Limon sıxırıq. Sadəcə 6-cı məkana gəlirik və 6 dənə tantuni yemişik. Normal olaraq adam düşünər ki, mümkün deyil tantuni yeyəməsən artıq 6-dan çox yemək, amma 6-cı tantunimiz olmağına baxmayaraq yenə də yeyirəm çünki bəyənirəm. Bizim üçün belə yoğurtlu tantuni də ikram elədilər. İlk dəfə yeyəcəm, çox maraqlı, görüm dadı necədir. Dadına baxıb sizlərlə də bölüşəcəm. Yoğurtlu tantuni necədir göstərim belə kameraya. Fərqli dadı var. Yoğurtdan ət qarışıb bir-birinə maraqlı bir dad yaranıb. Yoxlaya bilərsiniz, məsuliyyət görün. Məkan Google Map'də 7 rəy üzərindən 4.9 alıbdır reyting cədvəli üzrə. Mən də 5 bal üzərindən öz balımı versəm 4.5 verərəm. 10 bal üzərindən isə 8 bal verərəm. Amma bir şey qeyd edim ki, qiymətə görə keyfiyyət çox yüksək idi. Mütləq şəkildə gəlsəz qiymət və keyfiyyət performans olaraq müqayisə edəndə həqiqətən çox yaxşı idi. Hətta 5 bal verərəm. Məkan interior olaraq çox yaxşıdır, sakit bir məkandır. Səliqəli, təmizdir. Digər getdiyimiz məkanlarla müqayisə edəndə bura çox səliqəlidir. Personal gülər üzdür. Ən önəmli nə? Məkanın adı Tantunidir və burada sadəcə tantuni çörəkdə, tantuni lavaşda verilmir. Bundan başqa menyuda nə qədər desəz tantuni çeşidi var. Tantuni xəncəl, üstün tantuni, yoğurtlu tantuni az öncə sizdə də kadrlarda göstərdim. Ona görə düşünürəm ki, bu məkan tantuni məkanı üçün ideal bir məkan sayılar. Biz də öz rəyimizi yazıb, balımızı verib keçəcəyik artıq ümumi bir qiymətləndirməyə. Bugünkü videonu Zakuskanın yeni açılan Nərmanov filialının qarşısında yekunlaşdıracağam və keçək indi məkanlar haqqında fikirlərimi sizlərlə bölüşməyə. Bu arada məkanlar haqqında məlumat verməmişdən öncə Möhsin öz tantuni və Tantuni House Baku məkanına öz təşəkkürümü bildirirəm. Ən azından hörmətlə yanaşdılar, hesab almadılar. Yenə deyirəm, mən nə qədər təkid eləsəm də hesab almadılar. Çox sağ olsunlar, onlara təşəkkürümü bildirirəm. Amma yenə də əmin olun ki, alınmayan hesab və yaxud da göndərilən hər hansı bir hədiyyə mənim fikirlərimə qəti şəkildə təsir eləmir. Siz də zaten öz fikirlərinizi rəy bölməsində yazacaqsınız. Gedib yoxlayanda da dediyim sözə tam olaraq arxayın ola bilərsiniz, gedib yoxlaya bilərsiniz. 6 dənə, hətta 6 yox, 7 dənə tantuni yedik. Axırda bir dənə də əlavə yedik. Bayağı bir qarnımızı doldurmuşuq. İndi isə gəlin məkanlar haqqında qısaca bir informasiya verim, məlumat verim sizə. Mən sıralamada 6-cı yeri Babat Tantuni üçün ayırmışam. Ora verdiyim bal 3 bal idi. 5-ci yerdə sıralamada Express Tantuni. Ora verdiyim bal 3.5 idi. 4-cü yerdə qiyməti ən baha olan 5 manat 50 qəpik olan Köz Halil Usta. Təbii ki, bu Nərmanov filialına şamil edilir. Digər filiallara şamil edilmir. Ora üçün ayırdığım yer 3-cü yerdir. Bal olaraq isə 3.5 bal verdim. 2-ci yer və 3-cü yer ki, bir-birlərinə çox yaxın idi. Amma sıralama olaraq olsa 3-cü yerə Şef Tantuni qoyardım. Xətayidə yerləşən. Qiymət də pis deyildi. Tantunilər də yaxşı idi, pis deyildi. İkinci yer isə Möhsin öz tantunini qoyaram. Qiymətləri yaxşı idi. Məkan özü də pis deyildi. Ayrıca əyləşməyə yeri var idi. Ətin keyfiyyəti də yaxşı idi. Lavaş da yaxşı idi. Ora üçün mən 4 bal vermişdim. Amma 4 bal deyil, 4.3, 4.2. Şef Tantunindən aşağı-yuxarı eyni olduğuna görə oranın balını qaldırıram. Birinci yer isə Tantuni House Baku restoranını qoyuram. Restoran həqiqətən çox yaxşı idi. Nələr yaxşı idi. İlk növbədə balaca da olsa, amma məkan interior olaraq çox gözəl idi. Çox səliqəli, çox təmizdir. Həqiqətən. Hətta mən videonun sonunda videoda yoxdur. Məkanın mətbəx hissəsini gəzdim. Hətta personalın paltarlarını dəyişib soyutma otağına qədər belə getdim. Məkanın hər yeri tərtəmiz idi. Bir dənə olsun toz yox idi, yağ ləkəsi yox idi. Həqiqətən məkan çox təmiz idi. Mən hələ elə təmiz olan məkanı açıq görməmişəm mətbəxini. Tantuniləri çox yaxşı idi. Tantuniləri nəyə yaxşı idi? Əti yaxşı idi, çox yaxşı bişmişdi. Lavaşı biraz mənə görə bərk idi. Amma o da həll olunması bir məsələ idi ki, lavaşı da yaxşı idi. İçinin qarışımları deyək ki, pomidor olsun, salam olsun, onlar çox yaxşı idi. Məkan həqiqətən çox yaxşı
yaxşıdır və şiddətlə tövsiyə edərəm. Getmək istəyirsə mütləq gedin. Tantuni yemək istəyirsə, Tantuni House Bakıya mütləq gedin. Bir şey vurğulayım ki, digər məkanlarda bəlkə də diqqət eləmədim, ola bilər, amma məkanın adı Tantunidir bütün məkanlarda. Tantuni qeyd olunubdur. Tantuni qeyd olunubsa orada Tantuni çeşidləri olmalıdır. Mən digər məkanlarda görmədim, amma Tantuni House Bakı restoranında, məkanında orada yoğurtlu tantuni var idi. Sonra xəncəl üstü tantuni var idi. Belə qəribə qeyri-adi tantunilər var idi. Hətta menyuda indi videoda da baxsınız görərsiniz, əlavə başqa tantuni növləri də var ki, tantuni sevənlər məncə onlar üçün bu çox maraqlı olar. Gedərlər ən azından test eləyərlər. Belə bugünkü vloqumuz, yeməklə bağlı olan vloqumuz bu qədər. Bəyəndinizsə rəy yazmağı, abunə olmağı unutmayın və möhtəşəm rəylərinizi gözləyirəm. Görək kim qalib olacaq.